Cövşənül Kəbir, böyük zireh duası, sıxıntı və bəlalardan qurtulmaq üçün dua. 3-cü bölüm. Ya xayral qafirin, ya xayran nasirin, ya xayral hakimin, ya xayral fatihin, ya xayral zakirin, ya xayral varisin, ya xayral hamidin, ya xayral raziqin, ya xayral fasilin, ya xayral muhsinin. Subhanəkə la ilahə illə əntəl əmanul əmanu, xallisna minən-nar. Duanın mənası: Ey bağışlayanların ən xeyirlisi, ey yardım edənlərin ən xeyirlisi, ey ədalətlə hökm edənlərin ən xeyirlisi, ey ən lütfkarlıqla hər şeyin yolunu açanların ən xeyirlisi, ey yad edənlərin və edilənlərin ən xeyirlisi və özünü zikr edənləri unutmayanlara ən gözəl qarşılığı verən, ey özündən başqa hər şeyin fani olduğu, hər şeyin yox olmasından sonra bəqi qalan və qulların malik olduqları şeylərin yalnız özünə aid olduğu, ey özünə həmd edənləri ən gözəl şəkildə mükafatlandıran, ey ruzusu bol olan və təkrar verən, ey haqqı batildən ayıranların, hökm edənlərin ən xeyirlisi Rəbbimiz. Subhansən ya Rəbb, səndən başqa ilah yoxdur. Səndən aman diləyirik, qoru bizi cəhənnəmdən. Amin.